Demək, bu günləri günorta ciyər kababı yemişəm bol tərəvəzlə. Ona görə də bədəndə turşu mühit çoxaldı. Artıq günün sonudur. Bədəni qələvi mühitə çevirmək lazımdır. Yəni pH-ı tənzimləmək lazımdır. Bunun üçün bax burada qırmızı kələm başında gəlir. Ağ kələm və başqa kələmin növləri, gül kələmi, brokoli də qata bilərsiniz. Bax burada tərəvəzlər, kişniş, şüyüd və zəhri və s. Sonra xiyardır, bibərdir, pomidor olmaz, pomidor qatmıram. Bax burada da qozdur, bir də semiska çiy vəziyyətdə. Baxın, bunu da belə tökürəm bunun üstünə, qarışdıracam da bunlar yaxşı. Bu yaxşı qarışdıracam. Təbii ki də bunun üstünə təmiz kefir. Kefiri buna tökürük, yaxşı qarışdıracağıq və nuş eləyəcək. Yəni biz pH dəyərini tənzimləyəcəyik orqanizmdə. Turşu mühiti qələvi mühitə çevirəcəyik Allahın izni ilə. Bax, belə qidaları uzlaşdırıb yiyin. Mütləq şəkildə. Qidaları qarışdırmayın. Hansı qidalar uzlaşır, onları uzlaşdırıb inşallah yiyin.